Salam əziz investorlar. Əlaqədə Guru Markets. Şirkət haqqında ümumi məlumatdan başlayaq. İstəsəniz fasilə verə bilərsiniz. Sözü gedən təşkilatın hər bir göstəricinə ətraflı baxa bilərsiniz. İndi isə şirkətin əsas göstəricilərinə baxaq. VMED Health Care Inc. Ticker VMD. 23 mart 2025-ci il tarixinə olan məlumatlara əsaslanan baxış. Təsnifatına görə Guru Markets şirkət VMED Health Care Inc. alt kateqoriyaya aiddir. Medical Equipment təhlildə 95 şirkət iştirak edir ki, bu da çox təmsil olunur. Bu videonun sonunda sifariş cədvəlinə baxacağıq. Tədqiq olunan şirkət üçün nəticə 10 baldan 8,5 bal. Alt kateqoriya üzrə orta nəticə 2,7 baldır. Geniş baxsanız, bütövlükdə bazar daxilində. Qeyd edə bilərik ki, ümumilikdə bütün bazar üzrə orta xal 1,9 bal təşkil edir. Üçün 8,5 bala qarşı VMED Health Care Inc. Şirkətin səhnlərinin qiymətinin hərəkətini müqayisə etmək. VMED Health Care Inc. və alt kateqoriyalı şirkətlər. Son 12 ayda şirkətin səhnlərini görəcəyik. VMED Health Care Inc. -23% tendensiyası göstərdi. Alt kateqoriyadakı qiymət dəyişikliklərinə qarşı %17,4. Bu açıq aydın heç nəyi göstərmir, lakin bu faktı yadda saxlamaq lazımdır. Şirkətin bazar kapitallaşması VMED Health Care Inc. 0,29 milyard dollardır. 539 milyard dollarlıq alt kateqoriyanın bazar kapitallaşması ilə. VMED Health Care Inc. 0,53% paya malikdir. Bu, alt kateqoriyadakı çox kiçik şirkətlərdən biridir. Şirkətin balans kapitallaşması 0,13 milyard dollardır. Alt kateqoriyanın kapitallaşması isə 139 milyard dollardır. VMED Health Care Inc. %0,93 pay təşkil edir. Birja səhnlərinin və balans kapitallaşmasının müqayisəsini apararaq aşağıdakıları görə bilərik. İşğal olunmuş pay. VMED Health Care Inc. alt kateqoriyada bazar kapitallaşmasını qiymətləndirərkən 0,53% təşkil edir. Balans dəyəri 0,93% təşkil edir. Bu, bazar dəyərinin payından 75% çoxdur. Şirkətin bazar payının və alt kateqoriyanın balans dəyərinin qiymətləndirilməsi, yaxşı, 1 bal. Tədqiq olunan şirkətin 0,6 milyard dollar maliyyə öhdəlikləri var. Kapitallaşmaya olan borc şirkətin kapitalının 4,6%-ni təşkil edir. Şirkətin borc səviyyəsinə görə reytinq çox yaxşı, 2 bal. Şirkətin bazar dəyərinin mənfəətinə balansı 25,5-dir. 66,1 alt kateqoriya üzrə orta göstərici. Alt kateqoriya üzrə orta göstəricidən 61% aşağıdır. Alt kateqoriyadakı şirkətlərlə müqayisədə şirkətin bazar dəyərinin mənfəət göstəricilərinə görə qiymətləndirilməsi çox yaxşı, 2 bal. Son 12 ayda mənfəət 11 milyon dollar olub. Gələcək 12 ay üçün gələcək qazancın 17 milyon dollar olacağı gözlənilir. Bu, hazırki göstəricidən 53,5% çoxdur. Alt kateqoriyadakı şirkətlərlə müqayisədə proqnozlaşdırılan gələcək mənfəət göstəricisinin qiymətləndirilməsi, yaxşı, 1 bal. Şirkətin qiymətinin gəlirə nisbəti 1,3-dür. 4-cü alt kateqoriya üzrə orta göstərici. Alt kateqoriya üzrə orta göstəricidən 68% aşağıdır. Birja qiymətinin göstəricilərinin onun gəlirinə alt kateqoriyadakı göstəricilərlə müqayisədə qiymətləndirilməsi, yaxşı, 1 bal. Son 12 ayda gəlir 220 milyon dollar olub. Gələcək 12 ay üçün gələcək gəlirin 340 milyon dollar olacağı gözlənilir. Bu, indikindən 55% çoxdur.
Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə təxmin edilən gələcək gəlirin qiymətləndirilməsi. Yaxşı, 1 bal. Satış marjası 5%, alt kateqoriya üçün orta hesabla 6%-dir. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin fəaliyyəti arasındakı fərq 1%-dir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə satış gəlirliliyinin qiymətləndirilməsi. Dözümlü 0 bal. Alt kateqoriyalar üzrə işçilərin sayına görə şirkətin payı 0,312% təşkil edir. Bu, bazar kapitallaşma payında 489% artım deməkdir. Və bu fakt təşkilatın bazar dəyərindəki balanssızlığı əks etdirir. VMT Real Ticari Inc. Yəqin ki, qiymətləndirməyə doğru. Şirkətin hər bir işçisi üçün kapitalın məbləği $243.000 bərabərdir. Alt kateqoriyada isə $1,425.000. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 82,9% təşkil edir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə bir işçiyə düşən kapitalın miqdarının qiymətləndirilməsi. Yaxşı, 0,5 bal. Şirkətin hər bir işçisi üçün qazancın məbləği $9,500.000-dır. Alt kateqoriyada orta qiymət $21,600.000-dır. Və alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 56% təşkil edir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə bir işçiyə düşən mənfəətin qiymətləndirilməsi. Dözümlü 0 bal. Şirkət işçisinə düşən gəlirin payı $190.000-dır. Alt kateqoriyada $360.000. Alt kateqoriya orta göstəricisi ilə şirkətin performansı arasındakı fərq 89%-dir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə bir işçiyə düşən satışın qiymətləndirilməsi. Dözümlü 0 bal. Alqı-satqı əməliyyatlarının həcmi 1%-ə, alt kateqoriya üzrə orta hesabla 2%-ə uyğundur. Bu qısa sıxılma göstəricisidir. Texniki göstərici RASO 14 şirkət üçün %36 səviyyəsini göstərir. VMT Real Ticari Inc. Alt kateqoriya üçün bu səviyyə təxminən 47% təşkil edir. Alt kateqoriyadakı səhmlər orta hesabla daha yüksək qiymətləndirilir. VMT Real Ticari Inc. Şirkətin cari səhm qiyməti təxminən $7,23. Şirkətin səhmləri üçün konsensus qiymət hədəfi $12,82 civarındadır. Cari qiymətin dinamikası və konsensus proqnozu təxminən 77%-dir. Gəlin sifarişlər cədvəlinə baxaq, o sizin üçün əlçatandır, ona keçid bağlanmış şərhdədir. Sifariş cədvəlində məlumat və istinad qiymətləndirmə sistemi tərəfindən müəyyən bir mövsümdə qərarların hər şeyi var. Guru Markets. Sifariş cədvəlinə giriş tamamilə pulsuzdur və açıqdır. Link bağlanmış şərhdə. Şirkətin səhmlərinin qiymətləndirilməsi nəticəsində VMT Real Ticari Inc. Məlumat və arayış sistemi Guru Markets aşağıdakı qərar qəbul edildi. Bir səhm üçün $7,24 qiymətində alış sövdələşməsini açın. Sifariş açıqdır, çünki şirkətin kifayət qədər yüksək reytinqi var. Təşkilatın qiymətləndirilməsi qiymətləndirmə metodundan, Akimin indeksindən istifadə etməklə aparılmışdır. Mənfəət götürmək 8,01 səviyyəsində müəyyən edilmişdir. Stop loss 6,47 səviyyəsində müəyyən edilib. Sifarişin mənfəət götürmək və ya zərəri dayandırmaq yolu ilə bağlanmadığı halda. Bu halda sifariş 22 aprel 2025-ci il tarixində ticarətin sonunda avtomatik bağlanır. Və ya göstərilən tarixdən əvvəlki son ticarət günündə. Ticker NPCA balanslaşdırıcı satış sifarişi olacaq. Balanslaşdırma sifarişi ilə bağlı video kanalda yayımlanacaq və ya artıq yayımlanıb. Sifarişlərdən birini bağlayarkən əsas və ya balanslaşdırma. İkinci sifariş faktiki qiymətə bağlanır. Bu videoya baxdığınız və yardım sistemindən istifadə etdiyiniz üçün hamınıza təşəkkür edirəm. Guru Markets.
Siz bütün dünyanın ən gözəl izdihamısınız.